Bələdiyyəni gəzmişik, tapa bilməmişik. Bu heç bu bələdiyyə dəfələrlə zəng olunub, bələdiyyəni tapa bilmirik. Bələdiyyəni axtarırıq, tapa bilmirik. Telefonlarımıza cavab vermir. Hələ bugünə qədər kəndimizi zibil yeşikləri ilə təmin etməyib. Media TV Azmedia qrupuna müraciət edən Ağcabədi rayon Nəcəb Qulubəyli kənd sakini Əhmədov Vüsal Vaqifoğlu bələdiyyənin fəaliyyətindən narazıdır. Qeyd etdiklərimizi iddia edən Əhmədov onu da bildirir ki, onlara yararsız, məhsuldar olmayan torpaq sahəsi veriblər. İndi də bələdiyyə sədri əkin biçinə yararsız 3 hektar torpağa rüsum, vergi tələb edir. Daha ətraflı Vüsal Əhmədovun özündən eşidək. Mən Əhmədov Vüsal Vaqifoğlu, Ağcabədi rayon Nəcəb Qulubəyli kənd sakini, Cənab Prezident, Cənab Kənd Təsərrüfat Naziri. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bizə verilən bu pay torpağı ilə əlaqədar bu işlə bir ölçü götürəsiniz. Bax, 2007-ci ildə islahat gedib, bax bu şoran torpaqda. 2007-ci ildə islahat gedib, torpaqlar bölünübdür. Buradan 3 hektar qıssotda bizə düşür. Əhmədov Vaqif Nuroğlu'na düşür. Hal-hazırda Əhmədov Vaqif Nuroğlu rəhmətə gedib, Əhmədov Vüsal Vaqifoğlu. İndi hal-hazırda bizə vergi gəlib, vergi borcumuz deyil var. Onunla əlaqədar bələdiyyəni gəzmişik, tapa bilməmişik. Bu heç bu bələdiyyə dəfələrlə zəng olunub, bələdiyyəni tapa bilmirik. Bələdiyyə hansı bir işin düzəldib, gəlib indi vergi verir. Vergi verim, niyə vermirəm? Gəlsin 3 hektar qıssot torpağı olan, gedər hardansa ot alar, yoxsa ot satar. Bax, bizə verilən torpaqlar hal-hazırda bu vəziyyətdədir. Nə bələdiyyə gəlib maraqlanmır, bələdiyyə də dəfələrlə zəng olunub, telefonumuzu götürmür, artıq qara siyahıyadır, nədir, nömrəsinə zəng getmir. Neçə dəfə də zəng eləmişəm, o 2 gün bundan qabaq da bir zəng elədim, götür. Gecə saat 12-yə, 13-yə qalmış, məni yığıb, nə də qoymur sözümüzü deməyə. Bax, o orqan, bələdiyyə nəyə baxır, hansı yerə baxır, hansı bir işi görür, gəlsin desin ki, bu işi görmüşəm, indi də sizə vergi göndərim. Gəl qardaş, bir dənə maraqlan bu torpaqdan, gör mən bu torpaqdan bir dənə nəsə götürmüşəmsə, başqa məsələ. Hektar yarım darı əhmişəm, 2,5 darı götürmüşəm, taxıl əhmişəm, arpa əhmişəm, yonca əhmişəm. Heç bir şey götürə bilmirik, heç bir şey. Bax, bunun vəziyyəti də budur. Bax, bu torpaqda nə bitər? Bax, bunun dəfələrlə də müraciət olunub, yazmışam, hal-hazırda əlimizdə kağızlar, çek var, hər bir şey var. Baxılmır, heç bir, yəni cənab başçımıza da deyilib, torpaq şöbəsinə də deyilib, meliorasiyaya da deyilib. Torpaq şöbəsinə yazmışam, gəlir mənə buradan gedir məktub göndərir ki, hal-hazırda Erva PM ver. Mən yerimə 20 kamaz PM vermişəm, 20 kamaz. Bax, bu da burada 20 kamaz, bu da 21-ci kamaz da gətirtmişəm, yenə gətirtmişəm. Mən 20 kamaz peyini hal-hazırda satsam, mən 1 illik malımın otunu qoyarım. Gətirib vermişəm, bax bu torpaqların da nəticəsi budur. Bax, bu vəziyyətdədir. Mən hansı torpağı verim vergini? 50 dənə, 60 dənə ailənin, bax bir ucu deyir taxta körpü, bir ucu da bizim də bu kəndin əyağında yaxşı torpaqları veriblər fermerlərə. Hərəsi 1 hektar, 2 hektar pambıq